Səni anandan, atandan, dostlarından da çox istəyən bir sən kimdir? Sən yaradan. Rəbbin səni bir balaca lütfədən yaradıb, laxtalanmış qan halından insan halına çevirib, sümüklərinin üstünə əhddən örtüb, səni yetişdirib, ac ikən, doyuzurub, lütf ikən geyindirən Rəbbin səni hər kəsdən çox sevir. Və sən utanmaya Rəbbinin düşməni olan şeytanı sevindirib Rəbbini üzürsən. Sən bir günah iş gördükdə şeytan haqqa haqq çəkib gülür, sevinir, Rəbbin isə kədərlənir və onun qulu cəhənnəm əzabına gedir. Allah qorusun. Rəbbim bizi sevdiyi qullardan etsin. Bizi dünya və axirətimizə xeyirli eləsin. Bizi bu evlərdən, məsciddən ayrı salmasın. İlahi, hər kəsə, hər müsəlmana xeyirli ömür, xeyirli ailə, xeyirli övlad ver. Bizə dinimiz üzərində sabit et. Amin.